Əllər xanımların xarakterinin aynasıdır desək, yanılmarıq. Hər zaman baxıma və qulluğa ehtiyacı olan əllərinizi və dırnaqlarınızı manikür ustası Rena xanıma həvalə edin. Rena xanım dırnaqları ilk olaraq zərlə bəzədib. Həmçinin xanımın çiyin nahiyəsinə incə əl işləmələri etdi. Digər xanımın qol hissəsinə xüsusi dizayn olunmuş zər və düzdüyü Swarovski qaşların parıltısı göz oxşadı. Heç bir səpki, allergiya vermədən Gülşən xanımın etdiyi isti və soyuq mumla depilyasiyanın köməyi ilə artıq tüklərdən azad ola bilərsiniz. Yuliya xanım Qəhrəmanova botoks vasitəsilə üzdə olan qırışların açılması, mezo vasitəsilə cavanlaşma proseduru ilə xidmətinizdədir. Fransadan gətirilən fotoepilyasiya aparatının köməyi ilə həm də qırmızı qan damarları və kapilyarların müalicəsini həyata keçirir. LPG aparatının köməyi ilə tez bir zamanda arıqlamaq mümkündür. Uşaqlıqda gəlinciklərin saçlarını yığıb stiliz olmağı arzu edən stilist Zema indi real gəlinlərin saç düzümlərini yığır. İldən ilə təcrübəsini artıran stilist Zema xanımlara qulluq etməyi çox sevir. Füsunkarlığı ilə seçilən bu düzümün müəllifi peşəkar stilist Zema nişan və qız toyunda yığdırmağı məsləhət görür. Xanımları sehirli çubuqla dəyişdirən, gözəlləşdirən stilist Məhsəti gəlinlik saç düzümündə aksesuar kimi iri mirvarilərə müraciət etdi. Məhsətinin əl işinin incəliyini siz də görüb duyursunuzsa, o zaman stilist Məhsəti yolunuzu gözləyəcək. Məhsətinin fikrincə gəlin toyunda daha gözəl olması üçün ona yaraşan, cizgilərinə uyğun saç düzümü yığdırmalıdır. Stilist Sevinç həm hicablı gəlinlər, həm də dəblə ayaqlaşan xanımlar üçün saç düzümləri yığmağı bacarır. Bacarıqlı stilist Sevinç bu dəfə avangard saç düzümü ilə xanımın şarmını artırdı. Torlu papaq şəklində aksesuar məhz bu düzümə aiddir. Stilist Sevinç toy günündə özəl görünmək istəyən xanımların bu düzümü seçəcəyinə əmindir. Gözünüzü bir an belə çəkə bilmədiyiniz, böyük zövqlə izlədiyiniz bu vizajların sahibəsi olduqca qabiliyyətli. Hər işində ecazkarlıq sərgiləyən vizajist əfsanədir. Parıltılı makiyajdan çox sadə, orijinal vizaja üstünlük verən əfsanə, cəlbedici işləri ilə bütün gəlinlərin sevimli vizajistidir. Şelale saçlara, ay o hilal kaşlara, süzme bal dudaklara, doyamadım. Bu dəfə stilist Rauf düz saçlar arzusunda olan xanımlar üçün keratinlə saçların düzləşdirilməsini nümayiş etdirdi. Bu üsul ucları qırılmış, haçalanmış saçları bərpa edir. Ən zövqlü gözəllik salonu seçilən Azalea Beauty Studio'da peşəkar usta olmaq istəyənlər üçün açılan kurslar yüzlərlə insanın marağına səbəb olub. Azalea Beauty Studio'nun aparıcı, tanınmış stilisti Rauf kurslar haqqında yeni şad xəbər verdi. Çoxsaylı zəngləri nəzərə alaraq kurslarda endirimlər etmişik. Ona görə peşəkar usta olmaq istəyən hər bir kəsi Azalea Beauty Studio'nun kurslarına dəvət edirik.